Videonu izləyəcək olan hər kəsin hər vaxtı xeyir olsun. Bu videoda biz fonetika bölməsində qoşsaatlı sözlərin yazılışı və deyilişi mövzusuna toxunacağıq. Qoşsaatlı sözlərin yazılışı və deyilişi haqqında danışmazdan əvvəl deyim ki, bu mövzu haqqında kitablarda məlumatlar daha geniş formada verilir. Mən isə onu konspektləşdirib, testlərə düşən ən vacib, ən önəmli hissələri bu videoda qeyd edəcəm. Və eyni zamanda bu mövzudan başqa, daha sonra qoşsamitli sözlərin yazılışı və deyilişi və digər mövzuların testlərə düşən, bizə lazım olan ən önəmli hissələrini qeyd edib kanalda paylaşacağım. Siz də dəstək olmaq üçün həm videoları izləyib, bəyənib, həm də kanala abunə olmaqla öz dəstəyinizi bildirmiş olarsınız. İndi isə keçək mövzunun izahına. Qoşsaatlı sözlərin yazılışı və deyilişi. Qeyd edim ki, qoşsaatlı sözlər iki cür olur. Eyni cinsli və müxtəlif cinsli. Eyni cinsli və müxtəlif cinsli. Eyni cinsli nə idi? İki eyni sait yanaşı gəlirsə, bu olur eyni cinsli. Müxtəlif cinsli nə idi? Bu isə hər saitdən bir dənə olursa, bu artıq olur müxtəlif cinsli. Eyni cinsli sait qoşalığı haqqında danışaq ilkin olaraq. Bu nədir? Burada eyni qoşa saitdən söhbət gedir. Yəni AA, Əə, II və digərləri. Bu sait qoşalığı adətən söz ortasında və sonunda gələ bilir. Məsələn, deyirik ki, həm ortasında, həm də sonunda gələ bilər. Məsələn, sonunda gəlsə deyərik ki, təbii. Orta gəlir, məsələn, deyirik maarif. Bəs bunların tələffüzü necə olur? Yadımızda saxlayaq. İstisna olmadan Azərbaycan dilində eyni cinsli qoşa saitli sözlər yanaşı gələndə tələffüz zamanı saitlərdən biri düşür, digəri isə uzun tələffüz olunur. Bunun istisnası yoxdur. Bu şəkildə olur. Yadda saxlayaq. Eyni cinsli qoşa saitli sözlər həmişə yazılışında deyilişi fərqli tələffüz olunur. Saitlərdən biri düşür, digəri isə uzanan formada tələffüz olunur. Eyni cinsli saitlər haqqında sadəcə bu məqam var idi. Keçirik müxtəlif cinslilərə. Müxtəlif cinsli sait qoşalığında bir neçə məqam var ki, o məqamlara toxunacağıq. Bunlardan birincisi nədir? İ, ə, i, o. Burada da qarışdırmamaq üçün, məsələn, a, i'dir, daha sonra yerləri dəyişilir, olur i, a. Ə, i, yeri dəyişilir, olur i, ə. Bu sait qoşalıqlarında söz ortasında gəlir. Söz ortasında yox, həm sözün ortasında gələ bilər, həm əvvəlində gələ bilər. Yəni, əvvəlində, həm də ortasında, həm də sonunda da gələ bilər. Eyni cinsli sözün ortasında və sonunda gələ bilirdi. Müxtəlif cinslər isə sözün həm əvvəlində gələ bilər. Məsələn, nümunə kimi deyək, ailə sözün ortasında da gələ bilər. Məsələn, nə deyək bura? Məsələn, nailə sözün sonunda da gələ bilər. Məsələn, müdafiə. Yəni, həm sonda gələ bilir, həm ortada gələ bilir, həm də əvvəldə gələ bilir. Bəs burada tələffüz necə olur? Gördüyümüz bu sait qoşalıqlar gəldikdə onların ortasına y samiti əlavə olunur. Necə deyirik? A, y, l. Üzr istəyirəm. Tələffüz zamanı hərflər bitişik yox, ayrı yazılmalıdır. Bu formada. Məsələn,
Nailə. Məsələn, müdafiə. Bu şəkildə olur. Bu sait birləşmələrini gördükdə ortasına y samiti əlavə olunur. Digər ikinci bir məqam nəyə toxunaq? Ü-a, ü-ə, ə-a, ov, öv. Bu hərf birləşmələri gəldikdə isə heç bir dəyişiklik baş vermir. Eşiklik baş vermir. İllər öncə olan qaydalarda biz bu hərf birləşmələrini gördükdə biri düşürdü, digəri uzanırdı. Amma hal-hazırda indiki qaydalara əsasən burada heç bir dəyişiklik baş vermir. Əgər dəyişiklik etmişik götürsəniz, yanlış etmiş olacaqsınız. Məsələn, müəllim sözü elə müəllim deyə də yazılır və tələffüz olunur. Məsələn, dovşan sözü əvvəl dovşan deyirdik, indi yenə də dovşan olaraq qalır. Dovğa, dovğa olaraq qalır. Yəni, bunlarda heç bir dəyişiklik baş vermir. Bunu da yadda saxlayaq. Daha sonra digər bir məqam var. Bu sonuncu məqamdır. Azərbaycan dilində bir mürəkkəb sözlər var. Belə deyək, söz mürəkkəb sözdür, iki sözün birləşməsidir. Burada söz özü elə saitlə bitir və ona qoşulan yeni söz də yenə saitlə yazılır. Bu tip, məsələn, bacı, oğlu. Bu tipli sözlərdir. Məsələn, əmioğlu daha çox qohum tipli sözlərdə olur. Bu tip sözlərdə isə nəyə nəzər yetirəcəksiniz? Mürəkkəb sözlər gəldikdə. Bunlarda, baxın, bacı-oğlu sözünü götürün, ona uyğun izah edin. Nə baş verir burada? Burada bu olur. Birinci sözün saiti düşür, ikinci söz isə olduğu kimi qalır. Bu şəkildə olur. Bacı-oğlu. Məsələn, Əliağa yazmışdıq. Necə olacaq? Birinci sözün son sait düşür, o biri sözü isə olduğu kimi qalır. Buna da diqqət yetirək. Bu tip mürəkkəb sözlərdə neyinirik? İki sait varsa, sözdəki birinci sait düşür, yəni birinci sözdəki sonuncu sait düşür, ikinci söz isə olduğu kimi qalır. Heç bir dəyişiklik baş vermir. Bunlara da diqqət etmiş olaq. Ki, testlərdə, yəni, bəzən şagird iki saiti yanaşı görüb birini düşürdür, amma bu birini düşürdüb, digərini uzada bilir. Yəni, çaşdırmaq üçün bu tip cavablar qoyurlar və yaxud da olduğu kimi qalır kimi cavabları da götürürlər. Bunlar da yanlışdır. Düzgün qayda, yəni bu şəkildə olur. Bunlara diqqət yetirsək, fonetikada ümumiyyətlə əsas daha çox diqqət etməyimiz məqamlar üstünlük təşkil edir. Xırdalıqlar çoxdur. Ona görə də bacardığım qədər həmin xırdalıqlara toxunub sizə daha asan, daha sadə yolla izah edəcəm ki, testlərdə də bunları səhv etmiş olmayasınız. Bir də bir çox sözlər var ki, bunları artıq belə deyim də sizin üzərinizə düşür, çünki onları öyrənmək lazımdır. Məsələn, bəraət, qiraət, qənaət, riayət, memuar, pauza, bu tipli sözlər var kitabda. O sözləri də öyrənməyiniz lazımdır ki, yenə də fonetika bölməsində sözlərin deyilişi və yazışı haqqında hər hansı bir sual forması düşərsə, bilməlisiniz ki, bu sözlərin deyilişinə yazışı fərqlənmir və biləsiniz ki, daha sonra testi də səhv etmiş olmayasınız. Testdə yəni səhvlik etməyəsiniz. Ona görə o sözləri də öyrənməyiniz yəni çox lazımdır. O sözləri öyrənəsiniz ki, heç bir səhvdə etmiş olmayasınız. Bu qədər saitlər haqqında olan əsas toxunulması məqamlar bunlar idi. Növbəti videoda isə artıq samitlər haqqındakı xüsusi məqamlara toxunacağım. Videonun sonuna qədər izlədiyiniz üçün də sizə təşəkkür edirəm.